Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Essalatu vesselamu ala seyyidina Muhammedin ve ala alihi ve ashabi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Mömin qardaşlar, qurban kəsməyin fəziləti barəsində bir söhbət olunmasını tələb etdilər. Onların tələbi üzərinə bir qısa söhbəti siz möhtərəm cəmaat-ül müsliminin xatirinə ərz etmək istəyirəm. Əvvələn bilinsin ki, Allah-u Teala Qur'an-ı Kərimdə Kövsər surəsində, Qur'an ən qısa surəsi, orada Peyğəmbərimizə vəhy edərək buyurur ki, فَسَّلِ لِرَبِّكَ وَنْحَرْ. Elə isə Allah-u Teala'ya namaz qıl və qurban kəs. Bu ayəti cəlilə ilə qurban kəsmək sabit olmuşdur. Yəni dəlili Qur'andan budur. Amma burada fərq budur ki, Peyğəmbər Aleyhisselatü Vesselam hədis şərifində buyurur ki, mən qurban kəsilməklə əmr olundum ki, Peyğəmbər Aleyhisselama vacibdir qurban kəsmək, amma sizə sünnətdir. Ümmətinə sünnət, amma Peyğəmbər Aleyhisselatü Vesselamın özünə isə bu vacibdir. Hədis şərifdə buyurulmuşdur ki, Allah qatında günlərin ən böyüyü qurban bayramının günüdür. 354 gün müsəlman təqvimi ilə ilin içərisində ən fəzilətli gün qurban bayramının günüdür. Başqa bir hədis şərifdə Həzrəti Ayşə anamızdan rəvayət edir ki, Peyğəmbər Aleyhisselatü Vesselam buyurur ki, bu günlərin içərisində ən fəzilətli gün olan qurban bayramının günündə edilə biləcək ən gözəl əməl qurban kəsməkdir. Yəni bundan daha gözəl oluna biləcək əməl yoxdur. Çünki bayram günündə müəyyən, məsəl üçün çəkilməsi lazım olan zikirlər var, qurban bayramı var, ziyarətlər var, böyükləri və s. Amma bunların içərisində ən fəzilətlisi qurban kəsməkdir. Qurban qurbiyyət sözündəndir. Allah-u Teala yaxın olmaq deməkdir. Qurban kəsmək ərzaq toplamaq üçün, ərzaq dağıtmaq üçün olan bir bayram deyil. Yəni ət bayramı deyil. Qan axtmaq bayramıdır. Allah-u Teala həmin gündə müsəlmanlara heyvanlar kəsərək qan axtmaqlarını istəyir. Nə ətləri, nə qanın Allah-u Teala'ya bir yardımı, Allah-u Teala vasil olması yoxdur. Amma və lakin Haq Teala Həzrətləri ümmət Muhammeddən qurban kəsilməsini istəməkdədir. Hədis şərifdə Həzrəti Əli radiyallahu anh'dən belə buyurulmuşdur ki, Cənab-ı Əli Qur'an-ı Kərimdən bir ayə gətirir və buyurur ki, Əstə'idu billah, nəhşul muttəqinə ilə-r-Rəhməni vəfdə. Müttəqilər rəhman olan Allah-u Teala'nın huzuruna suvar olaraq gələcəklər. Həzrəti Əli də buyurur ki, bu suvar olmaqdan məqsəd möminlərin dünyada kəsmiş olduqları qurbanlardır. Hətta burada onları vəsf edir ki, onların üzəngisi necə olacaq, onların yügəni necə olacaq, hansı şəkildə bəzədiləcək və müsəlmanlar ona necə suvar olub meydana gələcəklər. Yəni də Həzrət Peyğəmbər Aleyhisselatü Vesselam'dan belə bir hədis buyurulmuşdur ki, Peyğəmbər Aleyhisselam buyurur ki, qurban kəsin. Qurbanlarınızı da bəziyin. Yəni heyvanı incitmək, tüklərindən tutmaq, heyvanı vurmaq və s. bunun kimi şeylər olmaz. Çünki heyvanlar bugün şuursuzdur. Qiyamət günündə istəyir qurban, istəyir digər heyvanlar incitdiyimiz və yaxud da su verdiyimiz, dən verdiyimiz, yem verdiyimiz heyvanlar bizim ya leyhimizdə, ya əleyhimizdə qiyamət günündə şəhadət verəcəklər. Bu günləri ağılsız bilirik. Qiyamət günündə onlar ağılsız olmayacaq və bizim suvar olduğumuz, bizə şəfaat eləyəcək, başımızı uca, üzümüzü ağ eləyəcək vasitələr olduğu üçün Peyğəmbər Aleyhisselam buyurur ki, onlarla yaxşı keçinin və onları bəziyindir. Qədimdə məsəl üçün xına qoyardılar qurbanın başına və yaxud da ki, görürsən ki, lent bağlayırlar və s. Bunun kimi çimizdirirlər, yuyurlar onu belə. Bir kimsə qurbanını tutub qibləyə doğru çevirərsə, yəni ki, qibləyə kəsərsə, o qurbanın qanı, tükləri qiyamətə qədər o kimsəyə bir qala olar. Möminlərin qorunma ehtiyacı var. Nə cür qoruna bilər?
dünya axirət fəsadlarından, bəla və müsibətlərindən, müharibələrdən qurban kəsməklə. Qurban kəsmiş olduğu qurbanın əti, tükü onun üçün qiyamət gününə qədər qorunacaq bir vasitə olacaqdır. Yəni, yenə deyirəm, göründüyü kimi qurban kəsməkdən məqsəd ət yemək deyil. Qurban kəsmək bir ibadətdir. Namaz kimi, oruc kimi və s. Hədisin davamında buyurur ki, qurbanın qanı kəsilib, yerə düşdüyü zaman kəsən kimsə Allahın mühafizəsinin, qorumasının altına girər, az verirsiniz, amma çox savab alırsınız. Yəni, Allah imkan versin qurban kəsməyə maddi imkanlar, il boyunca bunu ciddiyə alıb, az da olsa pul yığmaq lazımdır ki, kəsmək üçün. Köhnə kişilər, xüsusən kənd adamları ki, o qoca kişilər biz görmüşük, onlar məxsusi olaraq il boyunca heyvan saxlayardılar ki, qurban bayramında qurban kəsməyə, mövlud ayında mövlud verməyə və orucluqda da iftar verməyə. 3 dənə heyvan saxlayardılar bu ibadəti yerinə. Çünki onların həyatının mənası din və dinin buyurmuş olduğu savab işləri görmək və ətrafındakı insanlara faydalı olmaq, Allah-u Teala'ya özünə bir salih, yaxşı bəndə kimi qəbul elətdirməkdir. Deyir, az sərf eləyirsiniz, amma çox qazanırsınız. Yenə rivayətə görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 2 qurban kəsərdi. Ola bilər bəzilərimiz deyər ki, bizim imkanımız yoxdur qurban kəsməyə. Bir var, ciddiyə almır və gəlib pulunu siqaretə xərcləyir, nə bilim, sünnət toyuna xərcləyir, ad gününə, tort almağa, filan xərcləyir. Qurban bayramına çatanda deyir ki, pulum yoxdur, belə yox. O adam ki, həqiqətən kasıbdır və qurban kəsə bilmir. Və əndişədədir, çox narahatdır ki, imkanım olsaydı, kaş mən də kəsəydim. Mən bir müjdə demək istəyirəm bu işlə əlaqədar. Peyğəmbər əleyhissalatu vesselam 2 qurban kəsərdi. Biri üçün deyərdi ki, kəsərək. Bismillah, Allahu Ekber, ya Allah, bu Muhammedin və Muhammedin əhli beytindəndir. Həm özü üçün, həm ailə əfradı üçün kəsərdi. İkincisi isə bir dənə qurban kəsərdi. Deyərdi ki, Bismillah, Allahu Ekber, ya Allah, bu Muhammedin və onun ümmətinin qurbanıdır. Bütün ümmətin adından da Peyğəmbərimiz əleyhissalatu vesselam kəsib. O qədər ümmətinə qarşı şəfqət və mərhəmətli bir şəxs oldu ki, Peyğəmbərimiz əleyhissalam ta 1400 il bundan əvvəldən ta günümüzə qədər, ta qiyamət gününə qədər ümmətinin əfradını düşünüb, qurban kəsən üçün də, kəsə bilməyən üçün də bəla müsibətlər rədd dəf olması üçün qan axtıb. Yeri gəlmişkən, burada onu da ərz eləyim ki, ailə üzvlərindən biri, məsəl üçün ailənin başçısı kişi qurban kəsərsə, bütün ailə üzvlərindən qurbanın hökmü düşmüş olur. Amma istəsə ki, bir şəxs, məsəl üçün ailənin üzvlərindən həyat yoldaşı qadın və yaxud da ki, kimsə, oğlu, qızı, əlavə olaraq imkanları var, özlərinin müstəqil pul var, imkanları var, qurban kəsinlər, gözəl, yəni o şəxs əlavə olaraq qurban kəsə bilər. Çünki Peyğəmbərimiz əleyhissalatu vesselamdan rəvayətdir ki, hədis-i şərifdən Peyğəmbər əleyhissalam Həzrəti Fatimə anamızı radiyallahu anhanı göndərdi və dedi ki, kəsiləcək qurbanın yanında dur. Çünki qan axıb yerə düşəndə günah da bağışlanmış olur. Peyğəmbər əleyhissalatu vesselamdan belə bir hədis-i şərif vardır. Bir kimsə qurban günü qurbanını qurban kəsmə yerinə yaxınlaşdırdığı zaman heyvan tutur, səliqə ilə gətirir, yanında bıçağı itləmir, o qayda qanunları gözləyir və yaxınlaşdırır onu kəsən yerə. Allah-u Teala da o kimsəni cənnətə yaxınlaşdırır. Çünki qurban sözü qurbiyyətdir. Əslində qurbanın fiqh kitablarındakı adı ulhiyyədir. Amma qurban sözü yaxınlaşmaq deməkdir. Demək, bir insan həm Allah, həm də Allahın rıza məhəlli olan cənnətə yaxınlaşmış olur qurbanlığa gətirdikdə. Qurbanı kəsdiyi zaman isə qurbanın qanının ilk damcısı yerə düşərsə, Allah Cəllə Cəlaluhu o kimsəni bağışlayar. Allah Cəllə Cəlaluhu o qurbanı kəsən kimsə üçün qiyamət gündə məhşər yerinə onu gətirəcək bir dənə minik vasitəsi verəcəkdir.
o kəsmiş olduğu qurbanın qanı və yunu qədər də o kimsəyə yaxşılıq savabı vardır. Düşünün, yəni sayılmayacaq bir rəqəmdir də heyvanın üstündəki tüklər. O tüklərin sayı qədər o əziyyəti çəkən, onu ciddiyə alan, qurban kəsən adama savablar vardır. Allah-u Teala hər birimizə nəsib etsin. Amin. Bir neçə də fiqhi məsələni xatirinizə çatdırmaq istəyirəm. Fiqh kitablarında yazılıb ki, hansı heyvanlardan qurban olar? Qurban olar mümkünsə dəvədən, mümkün deyilsə iri buynuzlu heyvandan, maldan, əgər o da mümkün deyilsə qoyundan, keçidən. Qoyundan qurban ola bilməsi üçün ən azı qoyunun 1 yaşını tamamlaması lazımdır. Əgər 1 yaşını tamamlamayıbsa, 6-7 aylıq olsa da süd dişlərini tökməsi lazımdır. Keçi və mal isə ən azı 2 yaşını, dəvə də 5 yaşını tamamlamalıdır. Camışdan da qurban kəsməyə şəriətimiz icazə verir. Digər bir məsələ budur ki, heyvanda olması lazım olan keyfiyyətlər budur ki, çox şiddətli arıq olmasın, kör olmasın, axsaq olmasın, üstündə qotur və s. kimi üzündə, ayağında yaralar olmasın, çox əcvəl olub və ya da qoca olub otlamaqdan geri qalan heyvan olmasın, xəstə, qulağı, quyruğu, məməsi və dili qismən və ya tamamən kəsilmiş olmasın. Dişləri hamısı və yaxud da ki, böyük əksəriyyəti tökülmüş olan heyvandan da qurban olmaz. Xəstəliyi az, kör olmayıb, amma gecə vaxtı elə bir xasiyyətdə heyvandır ki, xəstəlikdə heyvandır ki, gecə görmür ancaq. Gecə görməyən, qulağı yarılmış, kəsik yox, qulağı üstündə də amma yarılıb və ya deşilmiş, birka vurmaq üçün görürsən deşirlər. Buynuzu olmayan və ya buynuzu qırıq olan, yaradılış etibarilə doğulanda elə doğulubsa ki, məməsi ümumiyyətlə yoxdur, belə heyvanlardan qurban kəsmək olar, buyurur kitablarda. Bəli. Digər bir məsələ budur ki, qurban kəsilməlidir qurban bayramı namazından sonra. Gözləmək lazım, bayram qılınsın ondan sonra. Və ya da bayram qılınırsa, birisi bir yerdə qılınmırsa və yaxud da qadındırsa, gözləyir bayram günü günəşin çıxmağını, 2 rükət namaz qılacaq qədər, 2 xutbə oxuyacaq qədər vaxt keçdikdən sonra qurbanı kəsə bilər. Digər bir məsələ budur ki, o qurbanı kəsmək üçün niyyət eləmək lazımdır. Məsələn, ərzaq üçün, yemək üçün, özün göstərmək üçün və s. bunun kimi şeylər üçün qurban kəsilməz. Niyyət olunmalı ki, İsmail qurbanını kəsirim. Bəli. Bir qoyunu və ya bir keçini bir şəxs kəsə bilər. Məsəl üçün, bir görürük, eşitirik ki, qonşular yığılırlar, bir qoyun alırlar, qoç alırlar, onu qurban kəsirlər, İsmail qurbanıdır. O sədəqədir, o da ibadətdir. Amma İsmail qurban deyil. Bu bayaqları fəzilətindən saymış olduğumuz savablardan o adamlar məhrumdur. Bir şəxs kəsir özünün və ailəsinin adından, amma başqa-başqa ailələr yığılıb, 2 ailə, 5 ailə bir qurban alıb, bir heyvan alıb, onu qurban kəsə bilməz möhtərəm cəmaat. Bəli, amma böyükbaş malı və dəvəni 7 nəfər adam yığılıb heyvan kəsə, onu qurban kəsə bilər. Amma burada da diqqət olunması məsələ budur ki, gərəkdir o adamlar ki, birləşirlər, kəsirlər, alimlərimiz buyurur ki, gərək salih adamlardan
birləşsinlər. Məsələn, fasıq adamlarla, günahkar adam, bir saymış o niyyəti düz olmayan insanlarla birləşmək olmaz. Bir-birini tanıyan mömin adamlar, salih adamlar birləşib bir mal və ya bir dəvə kəsə bilərlər. Yəni 7 nəfərdən çox olmamaq şərti ilə. Qurban kəsəndə lazım olan qayda budur ki, qurban kimindirsə, gərək ki, özü kəssin. Yox, əgər özü kəsə bilmirsə, bir kəsən adamı özündən vəkil edirsə, çalışdıqca o adamın yanında dursun. O adam da namaz qılan olsa lap yaxşı olar. Və yanında duranda tərbiyə təkbirləri gətirsin. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. La ilahe illallah və Allahu Ekber, Allahu Ekber və lillahil hamd. Təkbirləri gətirsin. Bacarsa 2 rükət yüngül, çox qısa sünnət namaz qılsın. Və qurban kəsilən əsnada desin ki, Allahumma hazə minkə və ileykə fətəqabbal minni. Ya Allah, bu məndəndir, bu sənədir, bunu məndən qabul elə. İstəsə əlavə eləyə bilər, yəni yadında qalsa, savadlı adamsa, kəma təqabbəltə min seyyidina Muhammedin və İbrahimə xalilik. Bismillah, Allah Ekber. Necə ki, qabul etmisən Seyyidimiz Muhammeddən və dostun İbrahimdən. Bismillah, Allah Ekber deyib, bu dua oxunduqdan sonra qurban kəsilməlidir. Və kitablarda yazır ki, o qan yerə düşdükdə günahlar bağışlanır və o yarıldıqda, qiyamət günündə qəbirlər yarılıb, insanlar qəbirlərdən çıxanda, o adam da üzü nurlu və Allah-u Teala'nın sevgili bir bəndəsi kimi qəbirdən çıxar və ona suvar olaraq Allah-u Teala'nın huzuruna məhşər meydanına gələr və ya siratdan keçər. Allah-u Teala hər birimizə bol ruzilər versin, səhət afiyət versin, qurban kəsicək qədər halal ruzilər yetirsin, bol kisəsindən, gen xəzinəsindən. Əssalamu aleykum və rəhmətullah.